Bilirsiniz, onlar paylaşımları vicdanı duru olmalıdır o ekspertlərin. Vicdanı olmalıdır. Başa düşürsünüz? Birinci mən bilmirəm kim onlara ekspert adı veribdir. Neçə il onlar ali məktəbdədir, orta məktəbdə dərs deyiblər. Hansı məqalələr yazıblar, hansı beynəlxalq konferanslarda çıxış ediblər. Facebook'da nəsə yazan bu ekspertdirmi? Ya da sosial şəbəkədə ya da TikTok'da bu ekspertdirmi? Təhsili nədir? Adı, familiyasını desin, neçə, hansı ildə hansı ali məktəbi bitiribdir, mən də deyim ki, neçə balla ora qəbul olmuşdur. Bu da mümkündür axı, biz bunu demirik, biz bu şəxsi məlumatdır, desin və kimdir bu? Necə o təhsil eksperti olubdur? Bu yanaşma, yenə təkrar edirəm, bizim ətrafımızda müəyyən demək, qruplar var ki, özlərini məşhurlaşdırmaq üçün, özlərini ictimaiyyətə tanıtmaq üçün, nəsə bir imaj qazanmaq üçün və yenə bəlkə də biraz para əldə etmək üçün belə demək çıxışlar eləyirlər. İctimai fikir onlar tərəfindən formalaşmır. Mən buna inana bilmərəm. Çünki real ictimai fikir ali məktəb müəllimləri, orta ixtisas müəllimləri, orta məktəb müəllimləri onlardır və bizim burada bu proses tamamilə şəffafdır və bu nəticələri hər bir abituriyent özü görür, onun valideyni görür, amma o müəllim ki, əvvəlcədən vəd veribdir ki, bu uşaq belədir, yaxşıdır, amma bunu düzgün qiymətləndirməyiblər. Təbii ki, o müəllim demək, özünü demək, düz danışan kimi çıxartmaq üçün nəsə belə çıxışlar eləyəcəkdir. Və mən yenə də deyirəm ki, 85 telefon nömrəsi var ki, bu bizdə var.